əməlləri baxımından hansınız daha yaxşısınız? Bu dünyaya gəlmək məqsədimiz Allaha ibadət və imtihandır. İmtihandır. Fəmən ya'məl misqalə zərrətin xayran yara. Allahu akbar. Yəni bu ayət həqiqətən oxunanda, eşidiləndə, yəni qarşımıza çıxanda bu ayətlər bizə təsir eləmirsə, mütləq ki o qəlblərdə nəsə problemlər var. Nə cür olur Allahu akbar? Ayətlər, üzr istəyirəm, sahabələrə nazil olanda, Peyğəmbərə nazil olanda sallallahu aleyhi ve sellem, onların qəlblərini parçalayırdı. Onlara nə cür təsir edir Allahu akbar? Hədislər bizə nəyə görə təsir eləmir Allahu akbar? Fəmən ya'məl misqalə zərrətin xayran yara. Bilirsin nə deməkdir? Kim zərrə qədər xeyir iş görərsə, zərrə qədər, onu mütləq əvəzini alacaq. Və mən ya'məl misqalə zərrətin şərran yara. Kim də zərrə qədər şər bir iş görərsə, onun əvəzini mütləq alacaqdır. Allah qorusun ki, illər boyu insanlar pisliklər edirlər, Allah qorusun. Zülümlər edirlər, danışırlar. İnsanların haqqına girirlər, Allah qorusun. Bu dünyada yaşamaq lazımdır ki, yəni bu dünyadan köçərkən, yəni iz qoyub getmək. Çalış ki, sən yaxşı iz qoyub gedəsən. Çalış ki, arxanla rəhmət oxunsun. Yoxsa deməsinlər ki, nə yaxşı burada dünyasını dəyişdi. Allah qorusun. Onsuz da biz yaşayırıq da dünyanın düzdür. 2 halın ikisində də bu dünyaya gəlmişik, yaşayırıq və bu dünyadan köçəcəyik. Allah Subhanahu faydalı itaat üzərində ömür versin.